Vaxtınız xeyir. 9 mat buraxılış sınağının nizamını verəcəm. 32-ci sualda bizdə doğru fikri istəyir. Deməli, bizə burada deyir ki, şəxsə və cəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Bu yanlış olacaqdır. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Nə edir? Dəlalət edir. Nəyə? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Nə uğurlar? Hansı uğurlar ölkəmizin beynəlxalq arenada qazandığı? Görürəm ki, birinci mənim şəxsə cəmiyyətə görə dəyişməyən feil deyirsə, təsriflənməyən feillərim 2 dənədir. 2 feili sifətim var və bunların hər biri tamamlıq, biri təyin vəzifəsində işlənibdir. Feillərin bütün təsriflənməyən formalarına aid nümunə işlənmişdir. Bu yanlışdır. Feili sifətə aid nümunə var. Feillər qayıdış və məlum növdədir. Məlum növdə doğrudur, amma qayıdış növü yanlış olacaqdır. Bəs deyirsiniz göstərildiyi qayıdış növü olmuş, kimsə tərəfindən bu diqqət göstərildiyi üçün bu məchul növdə olacaqdır. Quruluş isə mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Quruluş isə mürəkkəb dəlalət edir. 2 sözdür. Doğrudan da mürəkkəbdir və xəbər şəklindədirmi? Bəli, burada daha doğrusu ır üstü 4, yəni indiki zaman var və feil xəbərin ifadə vasitəsidir. Bəli, xəbərin ifadə vasitəsidir. B-ni düz götürə bilərik. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Baxıram feillərin hər biri. Burada mənim söz birləşmələrim hansılardır? 3 dənə söz birləşməm var. Birinci söz birləşməm budur. Ölkəmizin beynəlxalq arenada uğur qazandığı feili sifət tərkibi. İkinci, idmana qarşı xüsusi diqqət göstərildiyinə. Bu da ikinci söz birləşmə. Bir də burada birinci növ təyinli söz birləşməsi kimi ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Yəni birinci tərəf feili sifət, ikinci tərəf isə olan söz birləşməsi. Deməli, burada əsas tərəfə baxıramsa ikinci, burada bir söz birləşməsi vardı ya, bura aslı, bura əsas olur. Deməli, feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Bu isə yanlış olacaq. Cavabımız burada olacaq B.